Bismillahirrahmanirrahim. Və salatu və selamu alə mən lə nəbiyə ba'dahu. İnşallah bu günləri 3 problem haqqında danışacağıq. O problemlərdən biri şəhvətlər haqqında olacaqdır. İkincisi isə müvəffəqiyyət haqqında olacaqdır. Üçüncüsü isə sıxıntılar haqqında olacaqdır. İnşallah Vüqar müəllimdən bu məsələləri danışacağıq. Yəni insanlar bəzən şəhvət xəstəliklərinə düşürlər. Yəni artıq şəhvət məsələlərində hədlərin aşırlar. Alimlər də deyiblər ki, hansı ki o şəxslər şəhvət xəstəliyinə düşüblər, onlar ilk öncə namazlarına diqqət etməlidirlər. Yəni namazların xuşuna əda etməlidirlər. Namazların qorumalıdırlar. Necə ki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, o şəxslər ki, nicat tapdı, hansı ki onlar namazların xuşulu qılırdılar. Sonra Allah Azza və Cəllə tərifləyir ki, onlar namazlarını qoruyardılar, namazlarını davamiyyətli əda edərdilər. Və Allah Azza və Cəllə Məryəm surəsində buyurur ki, فَخَلَفَ مِنْ بَعْدِهِمْ خَلْفٌ أَدَاءُوا الصَّلَاةَ وَاتَّبَعُوا الشَّهْوَاتِ. Peyğəmbərlərdən sonra bir qövm gəlib, şəhvətlərinə uyub namazı tərk etdilər. Yəni, insan şəhvətlərə uyursa, bəzən namazı tərk etmə səbəbi olur və yaxud namazı doğru düzgün əda etməməyi səbəbi olur. Bu da həqiqətən də problemdir. Yəni, insan şəhvətlərə düşməklə özün həlak etmiş olur, özün məhv etmiş olur. Hansı ki, insan şəhvətlərə düşür və şəhvətlərin ardıca gedir və bütün işi gücü, dünya şəhvətləri olursa, hansı ki, bu şəriətin bəyənmədiyi şəhvətlərdir. Şəriətin bəyənmədiyi şəhvətlərdə artıq insan həddini aşırsa, o insan bilsin ki, o həlakə gedəcək və haram etmiş olacaq. Və haramın da mütləq cəzası vardır. Yəni, elə bir haram yoxdur ki, onun cəzası olmasın. Ona görə, əziz müsəlman qardaşlarım, şəhvətlərə düşməmək üçün, yəni dünya sevgisi qəlbimizə girməməsi üçün və yaxud hansı ki, şəriət qadağan etdiyi münasibətlər var, əlaqələr var, o şəhvətlər bizim qəlbimizə girməməsi üçün namazlarımıza diqqət etməliyik, namazlarımızı xuşu ilə ada etməliyik, namazların vaxtını ada etməliyik. Hətta bu günləri bəzən məsələn, mən diqqət edirəm, görürəm ki, bu adam sübh namazına qalxmır və yaxud zöhr namazını əda etmir. Amma görürsən ki, bu insan başqaları haqqında danışır. Yəni, qeybət edir, başqalarının eybini açır və yaxud dünyavi məsələlər haqqında danışır. Qardaş, sən birinci özünü düşün, öz problemini düşün. Sən bu günləri ən böyük günah eləmirsən. Fəcr namazını əda etməmisən və yaxud zöhr namazını əda etməmisən. Yəni, sənin böyük bir problemin var, yəni böyük bir dərdin var. Birinci, öz dərdini həll et, öz problemini həll et. Yəni, başqalarının haqqında danışma, başqalarının haqqına girmə. Şəriət deyir ki, başqalarının haqqına girmək də bir şəhvətdir. Yəni, bir istəkdir. Yəni, insanın, belə deyək, qəlbi bağlanır və onun şəhvətli qüvvətlənir, yəni istəyi qüvvətlənir, başlayır artıq insanlar haqqında danışmağa, yəni insanların haqqına girməyə və insanlara zulm etməyə. Bu da o şəxsin namazlarında nə qədər diqqətsiz olmasına görədir. Əgər namazları vaxtında əda etsə, namazları qorusa, o insan mümkün deyil ki, günahlarda israrlı olsun. Çünki Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur ki, həqiqətən namaz insanı çirkin işlərdən çəkindirir, fahiş işlərdən çəkindirir, pis işlərdən çəkindirir. Bu Allah Azza və Cəllənin sözüdür. Əgər sən namazı doğru düzgün qılsan, mümkün deyil ki, sən qeybət edəsən, mümkün deyil ki, sən nəmmamlıq edəsən, mümkün deyil ki, kimisə zülm edəsən, mümkün deyil ki, kimisə haqqına girəsən. Çünki namaz insanı pisliklərdən çəkindirir. Namaz insanın, əlhəmdülillah, günahlarını silib aparır. Namaz insanın günahlarına kəffarədir. Ona görə, əziz müsəlman qardaşlarım, şəhvətlərə düşməmişdən öncə namazlarımıza diqqət etməliyik və yaxud da şəhvətlərə düşmüşüksə, artıq namazlarımızı qorumalıyıq. Vüqar müəllim, bu haqda zəhmət olmada siz də Allah razı olsun. Bismillah, elhamdülillah, və salatu və selamu alə Rasulillah və alə alihi və sahbihi əcma'in, əmə ba'd. Allah razı olsun. Doğrudan da namaz çox əzəmətli bir ibadətdir. Vallahi, namaz qılmayan insan labiddir ki, bir çox günahlara düşsün. Necə ki, bəlkə qeyd elədin, Allah sənə bərəkət versin, Coşqun müəllim. Allah kitabında deyir ki, İnnə salətə tənhə anil fəhşəi vəl münkər. Həqiqətən namaz insanı fuhuş, yəni pis əməllərdən, çirkin əməllərdən uzaqlaşdırar. Və bugün insanların günahlara düşmə səbəbləri, çirkin əməllərə düşmə səbəblərinin ən başlıcası insanın Allaha ibadət etməməsidir.
Yəni belədir də, Allah Taala qulunu yaradıb, düzdürmü? Nə üçün? Yalnız ona ibadət etsin deyə. İnsan da ya Rəbbinə ibadət edəcək, ya da şeytanın nökəri olacaq. Yəni ya Allahın qulu olmalısan, ya şeytanın. Və insan da seçməlidir. Aqil insan təbii ki, Allaha qul olmağı seçər, düzdürmü? Çünki Allaha qulluqda vallahi xeyir, bərəkət var. Allaha ibadətdə yalnız xeyir, bərəkət var. İnsan təmizlənir, insan paçlanır. Əbəs yerə Allah Rəsul deməyib ki, gözəl bir hədisdə buyurur ki, əgər sizin evinizin ətrafında bir çay olsa və o çayda gündə 5 dəfə çimsəniz, sizdə çirk qalar. Deyirlər, xeyr, ey Allahın Rəsulü, heç bir çirk qalmaz. Deyir, namaz da belədir. İnsanı çirkin şeylərdən yuyur. Və insanın təmizlənməsi üçün bir səbəb olmalıdır. Düzdür? Namaz qılmayan insan necə günahlardan uzaq düşə bilər? Yəni, namaz qılmayan deyəndə bəzi adamlar bizə deyirlər ki, qardaş, filan kəsə də namaz qılan gördük, o da günah edir. Deyir, qardaş, o, Allahın dediyi namazı qılmır. Allah istədiyi formada qılmır. Necə ki, Allah kitabında necə buyurur? Deyir, qad əfləhəl müminun. Hə, möminlər necə tapır? O hansı möminlərdir? O namaz, o möminlər ki, namazlarında xuşuludurlar. Yəni, namazı xuşu ilə qılırsa, haqqı ilə namazı əda edirsə, rükünlərinə, vacibatlarına, hətta müstəhəblərinə riayət edirsə, Allah belə namazı qəbul edərsə onu təmizləyər. Elədir, yoxsa yox. Deməli, insanın təmizlənməsi üçün, insanın islah olması üçün onun namazı çox mühümdür. Bəzi insanlar buna fikir vermir. Deyəndə deyir, qardaş, mən kimə nə eləmişəm? Qəlbim təmizdir. Deyir, xeyr, qardaş. Elə deyil. Allah Rəsulunun qəlbi pak təmiz idi. Təmiz bir qəbli bir insan idi və ona tabi olan sahabələr. Lakin onlar vallahi Allah'a ibadət etməyini usanmazlar. Bugün nə qədər insanlar var ki, elə namaz qılmamaqlarına səbəb olunan şəhvətləridir, dünyavi istəkləridir. Subhanallah. Birini danışdırırsan, belə söhbətlərimiz olur bəzi insanlarla. Sən söhbət edirsən, danışırsan tövhidin əzəmətindən, tək Allahlıqdan, sonra namaza keçəndə deyirsən, namaz belə. Deyir, qardaş, mən deyir, alınmır, edir məndə namaz. Məsələn, mən deyir, belə deyənlər var, baxın, düz istəyir, deyir, mən zina edirəm də, xoşum gəlir. Mən deyir, necə namaz qılım? Subhanallah. Yəni, şəhvətinin qurbanıdır. Öz nəfsini, özünə ilah seçənlərdəndir. Filan kəsə deyirsən ki, qardaş, ay filan kəs, söhbət edirsən, başa salırsan, niyə namaz qılmırsan? Deyir, məndə alınmır, mən toylara necə gedəcəm bəs? Toy məclisləri var, içki keçəcək, nə bilim, əl açıb oynayacaq və s. və ilax müəyyən günahları misal gətirir. Deyir, mən bunları necə tərk edim? Buna ağır gəlir. Yəni, şəhvətinin qurbanıdır. Başa düşmür ki, subhanallah, Allah Rəsulü öz kitab, öz hədis şərəfdə Allah Rəsulü buyurur ki, deyir ki, dinar və dirhamın nökəri həlak oldu. Gözəl libasın, paltarın nökəri həlak oldu. İnsan doğrudan da pul düşkünü, var dövlət düşkünü, geyim düşkünü, şəhvətlərin düşkünü olacaq, təbii ki, həlak olacaqdır. Ona görə insan, vallahi, yəni, namaz elə bir ibadətdir ki, həqiqət insanı təmizləyən ibadət. Niyə məhz namazdan danışır? Bir çox əməllər var, zikr elə bilir. Lakin qısa vaxtda istəyirik namaza toxunaq ki, bugün Azərbaycanda namaz qılmayan nə qədər insanlar var. Onlara danışdıranı sənə 1000 dənə bəhanə gətirəcəklər. Dediyim ki, biri işini gücü, hətta halal işləri belə bəhanə gətirən var. Qardaş, mən işləyirəm, evimə çörək yaparım, subhanallah, məgər Allah Taala səni xəlq edəndə, səni ruzləndirmə məgər vəd eləməmiş. Sən ana bətnində hələ olmamışdan qabaq, məxluqat yaranmamış 50 min qabaq Allah artıq sənin ruzuvu yazmışdı. Subhanallah. Nəinki ana bətnində olanda o mələk gəl üfürür, ruh verir 4 aydan sonra. Nəinki ondan sonra gəlir onun xoşbəxtliyini, bədbəxt olacağını, müəyyən şeylər yazır axı, ruzisini və s. deyir. Hələ bu hədis bir tərəfdən, hələ ümumiyyətlə məxluqatı yaratmamışdan qabaq Allah Taala sənin artıq ruzuvu yazmışsan. Sən nədən narahatsan ki? Allah kitabında əmr edir öz peyğəmbərlərinə ki, siz namaz qılın, ailənizə bunu öyrədin, özünə səbirli olun. Biz sizi ruziləndirəcək. Yəni, siz narahat olmayın. Sən ibadət elə, ruzi Allahlıqdır. Ruzi verən Allahdır. Bax, onun kimi bunun niyə misal gətirdim? Ruzidə bəhanə eləyən var, subhanallah. Yəni, sən demək istəyirsən ki, Allah Taala səni tənha qoyacaq. Sən ibadət etsən, ac qalacaqsan, ruzisiz qalacaqsan. Yəni, sən Allah haqqında zənnin budurmu? Yəni, bu boyda kainatı elmlə, qüdrəti ilə, hikmətlə yaradan Allah. İnsanları yaradan Allah, onların ruzilərini yazan Allah, sən ibadət etdiyinə görə səni ruzisiz qoyacaq. Yəni, bunu Allah haqqında belə zənn etmək olarmı, qardaşım? Vallahi, Allah haqqında pis zəndə olmaqdır, həqiqətən. Yəni, necə Allah sənə namaz əmr edir, lakin sən bədbəxt olacaqsan, xeyr. Allah Rəsulü hörmətli birisi idi İslamdan qabaq, düzdürmü? Düşmənləri nə vaxt gəldi? Peyğəmbərlik gələndən sonra ona qədər yenə hörmət edirdilər, sevirdilər, dəyər verirdilər, əmin birisi deyirdilər. Quran nazil onda nə dedilər? Dedilər ki, bu bədbəxt oldu. Quran nazil olanda, peyğəmbərlik veriləndə bədbəxt oldu. Yəni, Qureyşdən düşmənçi eləyəcək, hörmətdən düşəcək və s. Allah Taala təsəlli verir. Nə dedi ki? Biz deyir, bu Quranı sənə bədbəxt olasan deyə nazil eləmədik. Əksinə, sən alimlərə bir örnək olacaqsan, alimlərə rəhmət olacaqsan.
Bəzi insanlar bax belə fikirləşir. Deyir, mən namaz qılsam işləyə bilməyəcəm. Alınmır işlə və s. Biri deyir, yox mən oxuyuram, təhsil alıram, namaz alınmır. Biri deyir, nə bilim, şəhvətlərinin, yəni üzr gətirənlər var ki, mənim filan ehtiyaclarım var, şəhvətlərim var da. Deyək ki, adam içki içir, insan zina edir, insan, nə bilim, eşq işrətlə deyib, gülmək, əylənmək, subhanallah. Bunları misal gətirir ki, yəni bunları bəhanə gətirir ki, mən buna görə namaz qılamıram da, alınmır da, subhanallah. Yəni sənin Rəbbə ibadət etməyin, vallahi şeytana qul olmağından qat-qat üstündür. Qiyamət gün hər kəs Allahın qarşısına çıxıb cavab verməyəcək, qardaşım. O zaman şeytan səni tənha buraxacaq. Deyəcək, mən sənə deməmişdim, Allaha ibadət eləmə. Get filan işləri gör. Sən mənə düşmənsən, mən sənə düşmənəm. Məndən uzaq ol. Tənha qoyacaq, yalquzaq qoyacaq. O zaman niyə necəksən, nəyi üzr gətirəsən? Rəbbin deyəndə ki, niyə Allaha ibadət eləmədin, niyə mənim əmirlərimə tabi olmadın, niyə qadağalarımdan çəkinmədin, nəyi üzr gətirəcəksən, nəyi bəhanə gətirəcəksən? Nəyi bəhanə gətirəcəksən ki, Allah ona görə səni keçsin? Yoxdur. İnsanın da şəhvətlərindən qurtulması üçün ən başlı səbəblərdən biri hər kəsə aiddir, insanın birinci namaz qılmasıdır. Həmçinin burada alimlər qeyd edirlər ki, coşqunla nafilələr artırmaq da insanı şəhvətlərdən qoruyur. Hətta deyək ki, insan ibadətə başladı. Şeytan hamıya şeytan vəsvəsə verir. Yəni sən bugün ibadətə başladın, o demək deyil ki, şeytan səndən əl çəkəcək. Əsla sənə daha çox hücum eləyəcək, düzdürmü? Sənə daha çox azdırmaq istəyəcək. Allah deyək ki, ibadət əhlisən və s. Yenə şeytanın səndən əl çəkmir. Tabi əl çəkən deyil, sənə şəhvətləri əmr edir və s. İnsanın şəhvətlərdən qurtulmasının ən gözəl yollarından biri elə nafilələr də artırmaq. Nafilə ibadətdən artırmaqdır. Doğrudur. Qudsi hədisdə gəldiyi kimi Allah Rəsulü nədir? Rəbbindən rivayət edəndə. Deyir ki, kim mənim dostlarımdan birinin düşmənçisi iləsə, ona hərb elan edərəm. Və əgər mən deyir, nə deyir orada? Deyir, əgər deyir, qulumun deyir, mənə yaxınlaşa ən sevinilmələrini biri fərz ibadətlərdir. Yəni, bunun kimi sən Allaha yaxınlaşa bilməsən. Sonra nə buyurur? Deyir, əgər deyir, nafilə ibadətlərinə davamiyyətdə olsa, mükafat artır. Mən deyir, onun görən gözü, eşidən qulağı, gəzən ayağı olaraq. Məndən nəsə istəsə verərəm, məndən sığınacaq, istəsə ona sığınacaq verərəm. Bu nə deməkdir? Yəni, onun görən gözü olar. Yəni, gözü ilə haramlar görmür, uzaqlaşdıraram, qoruyaram, haramları görməz. Yəni, şəhvani şeylərə baxmaz. Qulağı ilə haram eşidilməz, ancaq gözəl şeylər eşidər. Allah qulağı ilə qazandığı günahlardan uzaqlaşır, qeybət, dinindən mamlıqdır, böhtandır və s. Düzdürmü? Ancaq gözəl şey eşidər, nə eşidər? Zikr eşidər, Quran eşidər, yaxşılığı əmr eləmək, mümkəni çəkir, bu cür gözəl şeylər eşidər, gözəl kəlmələr eşidər. Deyir, gəzən ayağı olaraq, nə demək? Yəni, ayağı ilə haramlara gedməz, mən onu qoruyarım, yalnız xeyir məclislərinə gedər. Məscidlərdir, elm məclisləridir, müsəlmanların cəm olan yerləridir, insanlara fayda vermək üçün harasa çıxmasıdır, ruhalar ruzi qazanmasıdır. Nə zaman bunlar baş verir? Artıq nafilələr dolanda Allaha sevimli olur. Allah da sevdisə, Allah onu o şəhvətlərdən qoruyar, onu xilas edir. Ona görə şəhvətlərdən qurtulmaq üçün hər bir müsəlman gecə-gündüz çalışmalıdır, səy göstərməlidir. Ən başlıca səbəb də namazdır. Sən namaz qılmadınsa, bilginən ki, qardaş, yəni burada hər kəsə deyirəm bizi dinləyənlərə, namaz qılmadınsa nəfsvə tabi olacaqsan, şəhvətlərə tabi olacaqsan, çünki səni çəkindirən bir şey yoxdur. Yəni insan namaz qılır, təsəvvür namaz qılır, düzdürmü? Namazla adam görsən, bəzən günah eləməyə utanır ki, yox, mən Allaha ibadət edirəm, mənə yaraşmaz. Düzdür? Amma namaz qılmasa, bunu utandıran nəsə bir şey var. Çəkindirən nəsə bir şey var. Yox, Rəbbindən həya etmir axı. Çünki Rəbbinə ibadət eləmir. Amma ibadət edən deyir ki, yox, mən Allaha ibadət edirəm. Allahın quluyam. Mənə yaraşarmı itaət olmağa, layiq olun, Allaha asi olun? Bizə yaraşmaz. Allah nəyə layiqdir? İbadət olunmağa layiqdir. Mən də ona ibadət edirəmsə və Allah məni özünün qulu adlandırırsa və mənə iman nemət verib, məni bəxş edibsə, bu nemətlə məni mükafatlandırıbsa, bunu mənə bəxş edibsə, mənə yaraşarmı Allaha asi olun? Utanar, düzdür, qardaş. Namaz yoxdursa, bax, indi Ramazan gəlir, oruc yoxdursa, bu adamı günahlardan nə çəkindirəcək? Pes bir şey. Bir maniyə yoxdur ki, bu günah eləməsin, şəhvətlərə tabi olmasın. Düzdür, ona görə ibadətdir, tək Allaha ibadət eləmək, xüsusən namaz qılmaq insanı qoruyur. İnsanı pis əməllərdən qoruyur, insanı mülkər əməllərdən qoruyur. Ağıl insan da oturub fikirləşməli, Allahın qulu olmağa çalışmalıdır, bizə lazım olan da budur. Allah razı olsun, bu qəmlərim çox doğru vurğuladınız. Həqiqətən, yəni hansı ki o insanlar, belə deyək, şəhvətlərinin qurbanları olublar. Yəni, Vüqar müəllim qeyd etdiyi kimi, bəziləri zina üçün namaz qılmırlar, bəziləri şərab üçün araq qılmırlar, bəziləri işrət məclisləri üçün namaz qılmırlar. Haramları bəhanə gətirib namazı. Mən deyim ki, bir mübah əmələ gətirər, işləyirəm alınmır, oxuyuram alınmır. Deyərəm ki, bunun halı buna baxan öngüldür. Bu haramları bəhanə gətirir, mən namaz qılmıram. Bəziləri
hicaba görə namaz qılmır və s. və s. Tanrı misallar ki, mən hicab namaz qılsam, gərək hicab taxım. Bəli. Hicab taxsam, qonşular nə deyər, qohumlar nə deyər? Cavan qılsan Allahdan həya etmək lazım deyilmi? Daha çox həya olunmağa kim layiqdir? Məsələn, Allah Azza və Cəllə buna görə buyurur ki, peyğəmbərlərdən sonra bir qövm gəlib şəhvətlərinə uyub namazı tərk edəcəklər. Yəni həqiqətən də insan şəhvətinə uymaqla namazı tərk etmiş olur. Ona görə namazlara diqqət etmək lazımdır. Çünki namaz ən yaxşı köməkdir. Allah Azza və Cəllə Quran-Kərimdə buyurur ki: "Vəstəinu bis-sabri vəs-salah." Allahdan namaz və səbrlə yardım diləyin. Həmçində namaz ən gözəl rahatlıqdır. Və Peyğəmbər sallallahu əleyhi və səlləm başına bir müsibət gəldikdə, bir dərdi olduqda, bir hüzn olduqda deyərdi: "Ərihnə ya Bilal, ey Bilal, bizə rahatlandır. Namazla. Azan ver, qalxaq ibadət edək." Deməli, bir problem olanda haqqı olar Coşqun müəllim, bir sıxıntı olanda gecə namazda əhlini qaldırardı. Bəli. Ki fitnələr görsəndə, sıxıntılar var, qalxın gecə namazını qılın. İnsanı fitnələrdən qoruyan, insanı hər bir, yəni müsibətdən qoruyan şeylərdən biri namazdır. Sən Allahla necə müxatab ola bilərsən? Onlardan biri namazdır. Ya namaz ya duadır, düzdür qardaş? Yəni sən Rəbbinə necə çağırsan? Allahım, Allahım, ya Rab, ya Rab deyəndə bu necə olur? Ya namaz ya da duada olur da. Düzdür? Bir də zikirlər Quran tilavətində. Sən namaz qılmırsansa, sən Allah çağıranda Allah sən necə cavab versin qardaşım? İbadət yoxdursa. Biz demirik namaz qılmayanların duaları qəbul deyil. Lakin deyirik ki, namaz qılmaqla Allah qatında hörmət qazanırsan. Doğrudur. Allah da sevdisə, qardaşım, bəndənin duasını qəbul edəcək. Bəndəyə yardım edəcək. Sən Allaha yardım elə ki, Allah sənə yardım eləsin. Şəhvətlərdən xilas olmaq, sən Allahdan yardım istə. İbadət elə. Bax, elə ikinci mövzumuz elə, bax, sıxıntılardan qurtulmaq, sıxıntıların səbəbləri. Qardaşım, sıxıntılardan gəlib birbaşa keçək, bəlkə ikinci mövzu elə sıxıntılara. Birbaşa keçər inşallah. Yəni, birinci səbəb deməli, insanların bədbəxt olmaq səbəbləri, namazları tərk edib şəhvətlərinə uymalarıdır. Və bu insanlar nə vaxt şəhvətlərindən üç çevirəcəklər, namazlarına diqqət edəsələr. Yəni, birinci problem şəhvətə tabi olmaq, onun müalicəsi də nədir? Namazları əda etmək, namazları yerinə yetirmək, namazları qorumaq. Və Büqar müəllimdə həqiqətən belə bir hədis var. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, sübh namazının 2 rükət sünnəti dünya və içindəkilərdən xeyirlidir. Sən dünya və içindəkilərdən ən xeyirli olanı tərk edirsən, məhrum olursan. Yəni, həqiqətən bu bir müsəlmana yaraşmır. Yəni, müsəlman, namazsız müsəlman təsəvvür etmək mümkün deyil. Yəni, müsəlman gəlir namazları əda etsin. Bu, Allah Azza və Cəllənin bizim üzərimizə olan haqlarından biridir. Və buna diqqət etməliyik, əziz müsəlmanlar. Deməli, əziz müsəlmanlar, şəhvətlərinizin qurbanı olmuşsunuzsa, namazlara diqqət edin. İkinci isə, Vüqar müəllim, yəni müvəffəqiyyətsizliyin, bədbəxt olma səbəblərindən biri və yaxud başarısızlığın, sıxıntının səbəblərindən biri, yəni insanın psixoloji durumudur, sıxıntısıdır. Bəzi insanlar var ki, həqiqətən sıxılırlar. Yəni, bu dünyada yaşamaq istəmirlər. Hətta intihar belə istəyirlər, yəni intihar etmək istəyirlər. Oturur, düşünür ki, mən bu həyatda yaşamaq istəmirəm. Mən nə üçün bu həyata gəlmişəm? Yəni, sıxılır, yaşaya bilmir. Sıxıntı içindədir, şikayətlənir, dözə bilmir. Yəni, bu dünyada yaşamaq onun üçün bir həbsxanadır. Yəni, bir türmədə yaşayır. Həddindən artıq, yəni, belə deyək, özünə qapılmış insanlar var. Və bunun da müalicəsi, əziz qardaşım, yenə də Allahdan uzaqlaşmaqdır. Allahı tərk etməkdir. Çünki Allah Azza və Cəllə Quran-Kərimdə buyurur ki: "Və men a'rada an zikri fe inna lehu ma'işeten danka." Kim mənim zikrimdən üç çevirərsə, ona sıxıcı bir həyat bəxş edərik. O insanın qəlbi sıxılar, günü güzaranı sıxılar, ailədə sıxıntılı olar, evdə də belə sıxılar. Yəni, insanlar var ki, bu gündə evlərində otura bilmirlər, sıxılırlar, deyir, evə gedirəm, sıxılıram. İnsanlar var ki, həyat yoldaşlarından rahatlıq tapa bilmirlər, həyat yoldaşımı görəndə sıxılıram. İnsan var ki, valideynləri görəndə sıxılır. Həqiqətən, uşaqları görəndə belə sıxılır. Bilirsən, qəlbdə boşluq var. Bəli. Qəlbdə Allaha ibadət yoxdursa, Allah zikir yoxdursa, vallahi bu qəlb rahatsızlıq tapa bilməz, qeyri-mümkündür. Ələ bi zikrillahi tatma'innul qulub. Bilin və agah olun. Qəlblər yalnız Allah'a zikir etməklə rahatsızlıq tapar. Başqa yolu yoxdur, qardaş. Yoxdur. Adam evə girəndə Bismillah, Əssəlamu aleykum deməyib girir. Necə sıxıntı içində olmasın, qardaşım? Çıxanda zikirləri söyləmir. Allah'ı yad eləmir. Necə? Allah da ki, وَذْكُرُونِ أَذْكُرْكُمْ. Məni zikr edin ki, mən də sizi zikr edimsə xatırlayayım. Adam Allah zikr eləmirsə, Allah xatırlamırsa, əlbəttə daima sıxıntı içində olacaq. Bunun qəlbində ancaq nələr? Boşluq var. Yəni o sadəcə bilmir də o boşluğu nə ilə doldursun. Gedir, məsələn, işə gedir, deyir ki, nəsə iş məşğuliyyət görsən doldurma, sıxıntı içərisində olur. Evə gəlir, söz-söhbət, yenə qəlb sıxılır, daralır. Niyə? Çünki orada vallahi orada bir boşluq var, onu doldurmaq lazımdır.
O qəlb qaralıb, o qəlbi ağartmaq lazımdır. O da nə iləndir? Zikirlə, ibadətlə. Qəlb niyə sıxılır müşfiq qardaş? Coşqun müəllim, niyə qəlb sıxılır? Niyə daralır? Niyə rahatsızlıq tapmır? Çünki zikir yoxdur. Doğru. Çünki Allah yoxdur. Allahı yəni tanımır qəlbində. Quruca hamı deyir Allah, Allah, mən bilirəm, hə, Allah var, Rəbbim var. Nə olsun? Sən Allahı deyirsən bilirəm, amma haqqı ilə bilmirsən. Haqqı ilə Allahı tanımırsan. Sən tanımayandan sonra sən hansı rahatsızlıqdan danışa bilərsən qardaşım? Hansı rahatsızlıqdan? Biz bəzən misal üçün, bax o insanlara hər kəsə aiddir, vallahi bizə də aiddir, amma da problemlər var. Çətinlik olur, insan dara düşəndə Allah zikr eləməsə xeyri yoxdur. Bəzən biz bax o qəlbimizə baxmırıq da ki, amma mənim qəlbim niyə sıxılır? Niyə qəlbim qaralır? Nöqtələr var, qara nöqtə, ona görə günahlar var deyə qəlb qaralır. Qəlb qaralanda rahatsızlıq tapa bilmir. Sıxıntı içərir. Bu geniş dünya dar gəlib ona. Doğrudur. Bizim birimizin məsələn bir paltanı bir ləkə düşsə həmən təmizləyirik. Düzdür? Geyinmərsən ki, ayıbdır, çölə çıxıram. Ləkəlidir. Və üzündə, gözündə bir ləkə olsa həmən təmizləməyə çalışsan ki, ayıbdır, çölə çıxıram. Düzdürmü qardaş? Bəs qəlbinin dərinliyinə niyə baxmırsan? Oradakı ləkələri niyə təmizləmək istəmirsən? Niyə? Ona görə qəlb sıxılır. Ona görə müvəffəq ola bilmir. Ona görə rahatsızlıq tapa bilmir ki, qəlb qaralıb qardaşım. Bəzən haqqı deyirsən, bəzən tövsiyə edirsən, bunu da qəbul eləmək istəmir. Niyə? Çünki qəlb qaralıb. Ona görə. Bilavasitə, yəni qəlbin rahatsızlığı üçün, vallahi qəlbin mutmain olması üçün, insanın yəni, bu həyatda xoşbəxt olmasının yeganə səbəbi qardaşım, Allah'a zikr eləmək. Hə, doğrudur. Hətta bu qədər mənim yadımda bir hədis də var. Allah Azza və Cəllə kim məni öz nəfsində zikr eləyərsə, öz nəfsində xatırlayarsa, mən də onu öz nəfsimdə xatırlayaram. Yəni insan Allahı xatırlamaqla Allahı onu xatırlamasına səbəb olur. Kim bir toplumda zikr edərsə, mən daha xeyirli toplum içində zikr edərəm. Bəli. İnsan, yəni bax o şeyləri itirib də ona görə qardaşım rahat tapa bilmir. Yoxdur rahatsızlıq. Vallahi onlar yəni iman əhlində olan rahatsızlığı görsədilər, vallahi bəlkə də belə deyəm, o rahatlığı bizdən almaq üçün bəlkə bizə silah da qaldırarlar. O sələflərdən birinin sözü deyir ki, uşaqlar padşahlar və onların övladları. Deyir, o salihlərdə də iman əhlində olan o rahatsızlığı bilsəylər, onu başı düşsə nədir o rahatsızlıq deyir, onu deyir, almaz onlara qarşı silah qaldırarlar ki, o rahatsızlığı biz tapa bilmirik. Bax, adam kasıbdır, adam xəstədir, lakin qəlbi rahatdır. Niyə? Çünki Allahı tanıyır ona görə. Çünki Allahı zikr edir ona görə. Amma bəzi insanlar, Allahdan uzaq düşənlər, bax, biraz kasıblıq olsa, üsyan qaldıracaq. İşində biraz çətinlik olsa, problem içindədir. Bəzən o 10 manat qazanır, 5 qazananda itirdim, həlak oldum. Xəstələnəndə, mən nə eləmişdim, xəstələndim. Bir müsibət gələndə, nəsə bir deyək ki, mal itkisi, övlad itkisi, sağlamlıq gedib, görsə üsyan qaldır. Elə ateist olan insanlar var. Yaxınını itirir, müsibətə düçar olur, sıxıntı deyir, Allahdan üç çevirir ki, Allah mənə niyə belə elədi? Amma mömin insan, bir halı təəccübdür. Necə həsə gəlir, bir mömin halı çox təəccüblüdür. Ona bir nemət verəndə şükr edər. Bir müsibət üz verdiği zaman deyir, səbr edər. Bu da yalnız deyir, mömin üçündür. Amma bu insanlar ki, o ibadətdən uzaq düşən, Allahı zikirdən uzaq düşən insanlar, zikrin nə olduğunu bilməyənlər, qardaşım, sıxıntıya düşəndə səbr eləmir, üsyan, daha da günahlar artar. Nemət verəndə isə görərsən ki, nemət gələndə isə görərsən ki, şükür dillə deyir, lakin görərsən ki, o nemətləri bəzən haramlara sərf edir. Allah yolunda sərf eləmir. Bəli. Həqiqətən bu günləri, yəni bəzi insanlara baxırsan, onlardan ancaq negativ enerji alırsan. Məsələn, bəzilərini soruşursan, görürsən ki, məsələn, əhvalı yoxdur. Yəni, nikbin deyil, pozitiv deyil. Deyirsən, səbəb nədir? Deyir, bu günləri mənim filan teleserial kanalım yoxdur, yəni. Və yaxud biri deyir ki, bu günlər futbol yoxdur. Biri deyir ki, bu günlərin hansısa bir məclisə getməlidir, o yoxdur. Hansı ki, onlar boş məclislərdir. Yəni, bunların sıxıntılarına bax, yəni. Yəni, bunlar gör, nədən sıxılırlar, yəni. Həqiqətən də. Həyatlarında bir gün teleserial olmayanda bir insan sıxılır. 60 ildir yaşayır, 60 ildir həyatında Allah yoxdur, təsəvvür edirsən. Bir gün, bir dənə film getməyəndə, filmi verməyəndə başlayır insan asili eləməyə, üsyan eləməyə. Həqiqətən də Peyğəmbər sallallahu aleyhi və səlləm bir hədisdə buyurur ki, Allah'a zikr edənlə zikr etməyənin misalı ölü ilə dirinin misalı kimidir. Yəni, Allah'a zikr etməyən insan ölü kimidir. Yəni, meyyit kimidir. Allah'a zikr edən insan isə yaşayan insandır. O ki, Allah'ı xatırlayır, Allah'ı səna edir, Allah'ı tərifləyir, onu övür. Yəni bu, Allah səndən razı olsun. Yəni bu müvəffəqiyyətdir, sıxıntı aradan qalxmasıdır. Yəni insan müvəffəq olsun, istəyir müvəffəq olsun hər bir işində.
Dünyavi işlərində də, yəni axirət məsələlərində də, həmçinin sıxıntısı aradan qalxması üçün mütləq yəni qeyd elədiyin kimi Allahı zikr eləməkdir. Allahı tanımaqdır, Allahın ipindən möhkəm yapışmaqdır. Dünyada xoşbəxt olmaq istəyirsənsə, mütləq Allahın istədiyi möminlərdən olmalısan. Allah kitabında deyir. Necə ki, Nəhl surəsində gəlir, Mən amilə salihən min zəkərin əv unzə və huvə mu'minun. Görürsə, iman şərtdir. Deyir, mömin kişi və qadınlardan, mömin. Kim salih bir əməl işləyərsə, yəni mömin olduğu halda salih əməl işləyərsə, fələnuhiyyənəhu həyatan tayyibə, biz ona gözəl həyat bəxş edərik. Rahat bir həyat bəxş edərik. Və lənəciyyənəhum əcrəhum bi əhsəni mə kənu yə'məlun. Və etdikləri ən yaxşı əməllərə görə onları mükafatlandırarıq. Dünya və axirət xoşbəxtliyi, dünya və axirətdə haqqa müvafiq olmaq, xeyrə müvafiq olmaq, sıxıntının qalxması üçün sən mütləq Allahın istədiyi möminlərdən olmalısan. Allahı tanımaqla, Allahı zikr eləməklə, Allahın hədlərini qorumaqla. Yoxsa hansı xoşbəxtlikdən danışmaqla, vallahi müvəqqəti xoşbəxtçilikdir. Dünyada deyə bilərsən də, filan kəs yaşadı, bu qədər var dövləti oldu, ailəsi böyük oldu, vəzifəsi oldu, dünyadan keçdi. Qiyamət günü onun zikri yoxdursa, Allaha ibadəti yoxsa, vallahi sıxıntı üzərine sıxıntı qalxacaq. Yoxdur, heç sən yoxdur. İnsanın qiyamət günü ən birinci soruşacaq əməli nə olacaq? Vəzifəsi yox, namazı. Namazı doğru olacaqsa, nə yaxşı. Yox, namazı da naqisi olacaqsa, deyəcək, baxın görün, nafilələri var, o da yoxdursa, əməl qəbul olmur. Və bütün əməllər də deyil, belə olacaq. Qardaş, hansı xoşbəxtlikdən danışa bilərsən ki, sənin ibadətin yoxdur. Və bugün çoxlarının sıxıntıya düşməklərinin səbəblərindən biri bax, Allahı zikr etməməkləridir, vallahi. Görürsən, yoxdur, qəlbdə rahatsızlıq yoxdur. Tapa bilmir o rahatsa. Hər şey var ya, amma rahatsızlıq yoxdur. Pul var, var. Vəzifə var, var. Ailə var, lakin qəlbdə rahatsızlıq yoxdur, sıxıntı var. Niyə? Çünki Allahdan uzaq düşüb. Şeytan qəlbini əsarəti altına alıb. Bu necə xoşbəxt ola bilər ki, qardaşım? Hansı sıxıntı aradan qalxa bilər və sonda necə qeyd eləmişim öncə. Görürsən, hətta intihara gəlib çatanlar var. Görürsən, insan varlı adamdır, varlı adamın övladı. Gedir intihar edir. Niyə? Çox təəccüblüdür. Qıradan baxan deyək ki, bunun nəyə çatmırdı ki, getdi öz intihar elədi. Elədir, yoxsa yox, qardaş. Qış bunun nəyə çatmırdı? Atası imkanlı, vəzifə sahibi. Kim onun yerində olmaq istəməzdi ki, o uşağın yerində, o övladın yerində. Bəs niyə belə oldu? Deyirik, qardaş, çünki o qəlbində rahatsızlıq tapmayıb ona görə. Onun hər şey olub, amma rahatsızlığı olmayıb. O rahatsızlığın nə olduğunu bilsəydi, vallahi, bəlkə o rahatsızlığı möminlərdən almaq üçün hər şeyini verərdi. Dünyasını da verər, tək ki, qəlbim rahat olsun. Doğrudur. Və ya görsən, pis vərdişləri qurşanırlar. Narkotik maddələr və s. Niyə? Çünki deyir, hər şeyin həzzini almışam da, başqa bir ləzzət tapa bilmirəm. Sən ibadətin ləzzətini almamısan, ona görə. İbadətin ləzzəti var, ibadətin həzzi varsa, onu tapmamısan deyənə, görməmsən. Ona görə desən ki, bütün ləzzətləri daddım, bir dənə bu qaldı. Buna da quruşandan sonra bədbəxt olur da, bədbəxt olur. Vallahi ibadətdə olan ləzzəti heç şeydə tapa bilməzsən. Deyir, dünya əhli dünyadan köçüb getdilər, lakin dünyadakı ləzzəti dadmadılar. Nə idi o? Allaha itaət, Allaha ibadət. Sən görməmsən, ey qardaş, ey filan kəs. Belə insanlara mənim həqiqətən yazımı, Allah onları islah eləsin. Allah onlara hidayət versin. Onlar ləzzət nədir? Dadmayıb da, imanın şirinliyi dadmayıb. Allah üçün sevmək, Allah və Rəsulunu sevmək, nə olduğunu bilmir deyənə, həqiqi şəkildə nə olduğunu bilmir deyənə, qardaş, o imanın şirinliyini dada bilməyib. Ona görə görsən ki, şirinliyi, ləzzəti, həzzi başqa yerdə axtarır. Ondan sonra ancaq sıxıntı gələr, başqa şey gələ bilməz. Günahlar heç vaxt insanı xoşbəxt eləyə bilməz. Heç vaxt. Yalnız və yalnız sonunda sıxıntıdan başqa heç bir şey qalmır. Peşmançılıq. Bəzi insanlar görsən, bəlkə zina eləyən adam deyildi. Zina eləyir, 5-10 dəqiqəlik ləzzəti həzzə görə. Başlayın, sonradan o qədər peşman olur ki. Gəlib daralır, sıxılır, peşman olur ki, mən bu əməni elədim. Hətta utanır, rüsvay olanlar var. Misal üçün, elə bir insanla zina edir ki, ondan sonra rüsvayçılıq gəlir. Dünya rəzil olur. Ətrafa rəzil rüsvay olur. Hani bəs deyirdin, xoşbəxtəm. O anda 10 dəqiqəlik xoşbəxtlik tapmısan, əbədi xoşbəxtlik tapa bilməmsən. O da yalnız ibadətlə, Allah'a zikr etməklə və lə zikrullahi akbar. Necə Allah kitabında deyir ki, Allah zikri böyük bir əməldir. Yoxdur. O yoxsa qəlb heç vaxt rahat ola bilməz. Daima sıxıntı, qəlb üstə kətər. Onu da müalicədə qeyd etdiyimiz kimi bu ibadətlərdir, zikirlərdir. Həqiqətən İslam ideal bir dindir. Yəni, İslam gəlib ki, insanları zülmətlərdən nura çıxarsın. Yəni, İslam dini Allah yanında qəbul olunan dindir. İslam dini kamil bir dindir. Yəni, o şəxslər ki, İslam dinindən uzaqdırlar və yaxud İslam dinini öyrənmək istəmirlər, onlar böyük bir xeyirdən məhrum olmuş olurlar.
Vüqar müəllim qeyd etdiyi kimi, yəni insanın sıxıntıları Allahdan uzaqlaşmasına görədir. Yeganə səbəb var. İnsan Allahdan uzaqlaşarsa, yəni o bədbəxt olacaq. Yəni sıxıntılı olacaq. Həyatını normal yaşaya bilməyəcək. Və o zaman normal yaşayar ki, Allahı xatırlasın, Allahı zikr etsin, onun əmrlərini yerinə yetirib qadağalarından çəkinsin. Deməli, ikinci problem nədir? İkinci problem sıxıntılardır. O sıxıntıları da aradan götürmək üçün nə etməlidirlər müsəlmanlar? Zikr etməlidirlər. Problem odur ki, Coşqun müəllim, yəni sıxıntının çarəsi, əlacı çox təəssüf olsun, gedib hətta falçılarda, sehirbazlarda axtaranlar var, subhanallah. Dara düşür deyə sıxıntım var, kədərim var, nə olub, filan şey olub. Hara gedim, hətta məsləhət gələnlər var, get filan falçın yanına, o sənə kömək eləyəcək. Allahu akbar. Cinlərlə, şeytanlarla əlbir olub. İnsanların həyatını bədbəxt edən insanlar bu cür toplumda belə bu cür şəxslər necə sənin sıxıntı var aradan qaldıra bilər? Mümkün deyil, əlbəttə mümkün. Vallahi sehirbaz sehirlə məşğul olmağı ilə bədbəxt olub, həlak olub. Yəni bu haqda həqiqi problemlər çoxdur. Yəni şeytanlar sənin necə sıxıntı var aradan qaldıra bilər ki? Sən Allahı tərk edirsən, gedib məscidə girib, bax qüsl alıb, namazı öyrənib, gedib məscidə 2 rükət namaz qılmaq əvəzinə "Vəstəinu bis-sabri vəs-salah" necə bayaq qeyd elədin? Səbirlə və namaz qılmaqla Allahdan yardım istəyir. Bunu etmək əvəzinə sən gedirsən falçının qapısını döyürsən ki, mənim sıxıntım var, aradan qaldır. Başın bir müsibət gəlir, sən nə görürsən? Nə ola bilər? Allahu akbar. Sən Allahdan yaxtarmırsan ki, bu çarəni. Məgər hər dərmanın, hər xəstəliyin dərmanı Allahda deyilmi, qardaşım? Vallahi Allahın əlindədir. Sıxıntı aradan qalxmağını istəyirsənsə, sən mütləq qardaş, sən o cür insandan yana getməkdənsə Allaha doğru üstüməlisən. Allaha tərəf gedməlisən ki, Allah da sənə doğru gəlsin. Və Allahın bax bizə olan lütfuna bax, subhanallah. Necə hədislərdə keçək, qüdsə hədislərdir. Allah nə deyir bəndəsinə? Deyir, bəndə mənə bir qarış yaxınlaşsa, mən ona bir dirsək yaxınlaşaram. Düzdür? Bir dirsək yaxınlaşsa, mən ona bir qol qədər yaxınlaşaram. Gəzərək gəlsə, mən ona doğru qaçaraq gedərəm. Bu deməkdir ki, Allah sənin etdiyin az bir əməlin müqabilində səni daha çox mükafatlandırır. Yəni, sən 5 edirsən, Allah sənə 105 verir. Allahın lütfüdür bu, mömin bəndəsinə, iman əhli bəndəsinə qarşı, subhanallah. Az elə, vallahi Allah çox mükafatlandıracaq. Bir addım at, Allah sənə doğru 10 addım atacaq. Amma insan o addımları atmaq əvəzinə gedir şeytanlara, nə biləm, gedir falçıların, sehirbazların, ocaqlara və s. ağaclara, dağlara, daşlara dırmaşaraq, ip bağlayaraq, nəzir verərək və s. sən heç bir şey əldə edə bilməz, sıxıntın aradan qalxan deyil. Müvəqqəti nəsə özündə rahatçılıq tapacaqsan, lakin yenə o sıxıntılar qayıdacaq. Mümkün deyil. Yəni zikirsiz o sıxıntıları aradan götürmək Allahı tanımasan xeyri yoxdur. Mümkün deyil. Çünki Allah azza və cəllə buyurur ki: "Və men ya'şu an zikrir-rahman nuqayyid lehu şeytanan fehuve lehu qarin." Kim Allahın zikrindən üç çevirərsə, kim Allahı zikr eləməzsə, yəni kim rahmansız yaşayarsa, Allah şeytanı ona qarin edər. Qarin də nədir? Heç vaxt şeytan ondan ayrılmaz. Hər zaman onun yanında olar, ona vəsvəsə verər, ona pis şeyləri tövsiyə edər və şeytanı təyin edib onu ona yoldaş edər, dost edər. Bəli, sənin yoldaşın, sirdaşın şeytan olandan sonra, Allahın düşməni olandan sonra sən hansı uğurdan, hansı zəfərdən danışa bilərsən? Əlbəttə. Hətta başqa bir ayədə Allah azza və cəllə buyurur ki: "İstahvaza aleyhumuş-şeytan fəensahum zikrallah." Şeytan onları öz hökmü altına alıb Allahı xatırlatmaq unudur. Çünki bilir ki, insanlar, müsəlmanlar Allahı xatırlasa, bütün problemləri nə olacaq? Həll olunacaq. Bütün sıxıntıları, məşəqqətləri aradan gedəcək. Ona görə çalışır ki, insanlar Allahı zikr etməyi unutsun. Üçüncü isə bu ən mühümdür, Vüqar müəllim. Üçüncü problem, yəni insanın bu dünyada bədbəxt olmasının və yaxud müvəffəqiyyətdə olmamasının səbəbi valideynin üzünə ağ olmaqdır. Yəni insan valideynin üzünə ağ olarsa, həqiqətən də bədbəxt olar. Allah azza və cəllə Quran-ı Kərimdə bizlərə əmr edib ki, valideynimizlə gözəl davranaq. Allah buyurur ki: "Və qada rabbuka alla ta'budu illa iyyah." Rəbbin əmr etdi ki, ona ibadət edib və valideynlərə gözəl davranasın. Başqa bir ayədə Allah azza və cəllə buyurur ki: "Vəssaynal insana livalidayhi husna." Biz insana nə etdik? Biz insana əmr etdik ki, valideynləri ilə gözəl davransın, onların qayğısına qalsın. Yəni valideynlərlə gözəl davranmaq lazım. Buna birrul valideyn deyirlər. Birrul valideyn nədir? Birrul valideyn odur ki, valideynə itaət edəsən, valideynə üsyan etməyəsən, valideynlə mübahisə etməyəsən, yəni onun yanına gedərkən izin alasan
və yaxud səfərə çıxarkən, yəni izin alasan, bunlar hamısı bir-ru valideyndir. Valideynə infaq eləyəsən, yəni malından valideynə israf eləsən, xərcləyəsən, bu artıq sən valideynə yaxşılıq etmiş olarsan. Ona görə də Allah Azza və Cəllə Quran-ı Kərimdə peyğəmbərlərin vəsf eləyərkən, yəni Allah məsələn İbrahimi vəsf edir ki, o müxlislərdən idi, İsmaili vəsf edir ki, o sadiqlərdən idi, filan peyğəmbər belə idi. Onların ən gözəl sifətlərini Allah Azza və Cəllə Quran-ı Kərimdə bildirir. Və Allah Azza və Cəllə Quran-ı Kərimdə bir ayədə buyurur ki, وَبَرًّا بِوَالِدَيْهِ وَلَمْ يَكُنْ جَبَّارًا عَصِيًّا Yahya aleyhissalamı vəsf edərkən deyir ki, o anasına qarşı, yəni valideynlərinə qarşı qayğıkeş idi, onlara qarşı lovğalıq etmirdi və onların qayğısına qalırdı. Həmçinin Allah Azza və Cəllə başqa bir ayədə buyurur ki, İsa aleyhissalam deyir, İsa aleyhissalam dilindən buyurur ki, Allah Azza və Cəllə وَبَرًّا بِوَالِدَتِي وَلَمْ يَجْعَلْنِي جَبَّارًا شَقِيًّا Allah Azza və Cəllə buyurur ki, İsa aleyhissalam dedi ki, o məni valideynlərimlə qayğıkeş olmaqla, onlara asilik etməməklə bədbəxtlərdən etmədi. Yəni, valideynin üzünə ağ olarsansa, Allah Azza və Cəllə səni bədbəxtlərdən edəcək və müvəffəq olmayasan. Ona görə valideynlərə yaxşılıq etmək lazımdır ki, bu dünyada bədbəxt olmayasan və müvəffəqiyyətlərdən olasan. Və valideynin üzünə ağ olanda nə olur? Valideynin üzünə ağ olanda artıq sən ən böyük günahlardan birini etmiş olursan. Necə ki, Peyğəmbər sallallahu aleyhi və səlləm bir dəfə sahabələrin ətrafında deyir ki, sizə ən böyük günah haqqında xəbər verinmi? Sahabələr də bəli, ya Rasulullah. Deyir, işraku billah və uququl valideyn. Allaha şərik qoşmaq və valideynlərin üzünə ağ olmaq. Həqiqətən də bu günah, yəni valideynin üzünə ağ olmaq insanı həlak edir. Uququl valideyn nədir? Yəni valideynin üzünə ağ olmaq nədir? Valideynin üzünə ağ olmaq, ona itaat etməmək. Yəni, onunla mübahisə etmək, səsini onun səsindən yuxarı qaldırmaq. Hətta salihlərdən belə bir rivayət gəlir ki, bir dəfə bir salihi anası çağırır, o da cavab verərkən biraz uzadan çağırır və 2 qul azad edir. Deyir, mənim səsim anamın səsindən yüksək çıxdı deyə. Təsəvvür edirsiniz. Günahlarına kəffarət qul azad edir. Hətta Allah Azza və Cəllə Quran-ı Kərimdə buyurur, وَلَا تَقُلْ لَهُمَ اُفِّنْ Onlara uf deməyin. وَلَا تَنْهَرْهُمَا Onların üzlərinə qışqırmayın. Yəni, bu Allah Azza və Cəllənin əmridir. Deməli, uququl valideyn onların üzünə ağ olmaq, yəni onlara infaq etməmək və üzü onlara belə turşutmaq, onlara barmaqla danışmaq və yaxud onlardan əvvəl oturmaq, yəni bir məclisdə onlardan əvvəl oturmaq və onların sözündən qabağa keçmək. Bunlar hamısı uququl valideyndir, yəni insanı həlak edən günahlardan biridir. Yəni, bizlər valideynlərimizə qayğıkeşli olmalıyıq ki, Allah Azza və Cəllə də bizim işlərimizə bizə müvəffəqiyyət versin. Hətta bir hədisdə gəlir, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, yəni, başı yerə batsın, başı yerə batsın, başı yerə batsın, 2 valideynin yanında olub cənnətə girməyə. Yəni, 2 valideyn sənin yanında varsa, sən cənnətə girmirsənsə, başın yerə batsın sənin. Yəni, valideynlər həqiqətən də böyük bir neymətdir. Onlara qayğı vermək, onlarla maraqlanmaq böyük bir fəzilətdir və insan cənnətə daxil ola bilər bu məziyyətlərlə. Buyur, müəllim, sizdə. Allah razı olsun, elə çox gözəl dedin, hamısan elə açıqladın, mənə bir söz qoymadın danışmağa. Allah səndən razı olsun. Həqiqətən, vallahi, valideynləri sevmək mühümdür. Allah Teala bax, necə bayaq qeyd elədin ayədə وَقَدَى رَبُّكَ أَلَّا تَعْبُدُ إِلَّا إِيَّهُ وَبِالْوَالِدَيْنِ إِحْسَانًا Rəbbin nəyə əmr elədi? Nəyə tövsiyə elədi? Yalnız Allah ibadət eləmək. Sonra hansı əmr gəldi? Valideynlərə qarşı yaxşılıq elə, düzdür? Sonra hədsə qeyd elədin. İndi günahlardan, ən birinci əmrlərdən Allah ibadət eləmək və onun yanında valideynlərə tabi olmaq, gözəl davranmaq. Sonra soruşanda ki, ən böyük günahlardan sizə xəbər verim, nə dedi? Allaha şərik qoşmaq, sonra ikinci günah hansı idi? Valideyn üzrə ağ olmaq. Subhanallah. Gör, necə, yəni valideynlərlə bağlı haqlar olduqca mühümdür, vallahi. Yəni, bəzi insanlar var, subhanallah, bəzən görürsən, doğrudan dəhşətə gəlirəm, valideynlər qarşı köput davranır, səsini qaldırır, nə bilim, söyən, təhqir edən, hətta qətlə getirənlər var, Allah haqq var. Yəni, insan necə əlini qaldıra bilər valideynə, mən dəhşətə gəlirəm. Bir də mənzərə gördüm, Allah hamd olsun, o mənzərə hələ indiyənə qədər yadımdan çıxmır, subhanallah. Təsəvvürlə, yol gedirik, avtobusdan düşüblər, indiyəsində mübahisə edirlər, ana da övladı ilə. Təsəvvür edən qadın və övlad cavan uşaq da elə bir əskərdən təzə gəlmiş bir uşağa oxşuyurdu, məktəbliyə oxşuyurdu. Bu belə cavan uşaq idi, 18-19 yaşı olardı. Avtobusdan düşəndən sonra anasının üzərinə bir dənə bağırmaq,
əl qol atmaq, anasını məsələn sakitləşdirmək istəyirdi, əlini dartmaq belə. İndi səhv etmirəmsə şoferlə deyəsən mübahisəsi düşdü. İndi qadın da övladına görə narahatdır, biraz aralamaq zad. Bu indi öz aləmində fikirləşir ki, sən xeyr girdin, yəni mən onu belə eləyərdim. Anası yolun ortasında. Anasına bağırır, anasını itələyir, anasına qarşı kobudluq etdim, subhanallah, bu nə bədbəxt adamdır, subhanallah. İndi sən şoferə bir söz deyə bilmədin, belə deyək, yanında göy alçaldın deyə, sən ananı da alçaltmalısan. Yəni anadır da, rəhimlidir, qorxur da, istəmir övlad dalaşsın kimləsən, nəsə olardı, hadisədir. Düzdürmü qardaş? Bəli. Bu anaya əli qol atır, ananı itələyir, anaya qışdırır. Yəni, sən kimsən, subhanallah, kimsən desən. Sənin bəlkə məhləndə getsən, məhləndə 5 kişi səni düzəməni tanımır. Sən də orada qoçuluq eləməzsən ki, mən belə eləyəcəkdim, sən keçdin, arama girdin, dəhşətə gəldim, deyirəm, necə insanlar var, subhanallah. Bu yaxınlarda da bir hadisə oldu, bir nəfər öz ailə üzərini öldürdü, Əhməd adında. Yəni bunu başa düşür, deyək ki, bu lap dəlidir. İnsan anaya, ataya əl qaldırarmı, subhanallah. Və qiyamət əlamətlərindən biri odur, insanın öz valideynlərə əl qaldırması, öz yaxınlarına əl qaldırması, onları hərcmərcilik, onları qətlə getirilməsi, subhanallah. Hətta valideynlərə lənət olunmasının səbəbi də bəzən övlad ola bilir. Bəli, əgər kimsə söysən, o söyürsən, özü də qadir valideynləri lənətləmiş sayılırsan. Valideyn, subhanallah, bəzi insanlar var, yəni, kimlər daha çox təəccüb edirəm? Özü indi valideyn olanlara. Deyək ki, indi o dediyim o cavan uşaq var, indi o valideyn deyil axı, bilmir valideyn olmaq nə deməkdir, övlad tərbiyəsi, övlad qayğısı, hə? Sən indi özün valideynsən, düzdürmü? İndi sənin övladın, sənin öz valideynləri, o vaxtı ikən elədiyin o asilikləri, indi sənə etsə, sən onu qəbul edərsən, necə yox qəbul eləmirəm. Və sən necə öz valideynlərə qarşı hələ indi də kobudsan? O qoy bilsin, o cür insanlar. O valideynlərinə asi olanlar, valideynlərinə qarşı kobud olanlar, əl-cəzə o min cinsil əməl. Cəza əməlin cinsindəndir. Bugün sən övladlarından asilik, kobudluq görsən və gələcəkdə bilginə ki, sənin keçmişdə etdiyin valideynlərə qarşılıq günahlarla gördü, vallahi. Necə o sələflərdən gəlir, deyir, görürlər küçədə, yolda bir nəfər atasını döyür, vurur. Girib aralamaq istəyirlər ki, nə qarsan, bana, nə edirsən, atanın ata deyir ki, işimiz olmasın. Həsədi qoy vursun, işimiz olmasın. Mən də o vaxtı ikən deyir, onun kimi cavan olanda, bax, bu yerdə öz atamı vurmuşdum. İndi Allah da deyir, məni bax, belə bir övladla cəzalandırıb. Təsəvvür elə, subhanallah. Və sən bugün valideynə kobudluq eləyəndə, sən fikirləşmirsən ki, sən sabah ailə qursan və ailəli bir insan, sabah övladların olsa, həmən münasibəti görəcəksən. Sabah valideyn olacaqsan, övladın körpədə qayğı göstərərsən, deyərsən, gülə, biraz böyüyəndən sonra onun öz ehtiyacları var, öz tələbatları olanda, məşğuliyyəti olanda, görərsən üzvə ağıdır, səni saymır, sənə qayğı göstərmir, bəlkə də aparıb qocalar evinə qoyacaq. Onda qoyub desin ki, yadına salsın ki, mən də vaxtı ikən valideynlərimə qarşı belə idim, bugün Allah Teala məni bax, belə bir övladla məni cəzalandırdı. Sonra deməsin ki, axı mən nə eləmişdim, mənə Allah belə övlad verdi. Qayı keçmişvə. Bir dənə keçmişvə nəzər saldı. Sən valideynlərə yaxşı olsaydın, Allah sənə qarşı bu cür övlad verməzdi. Deməli, səbəblərdən biri odur ki, sənin bugün övladın sənə qarşı belə hərəkət etməyin səbəblərindən biri sənin də vaxtı ikən valideynlərə qarşı etdiyin səhvlər. Mən demirəm, bütün övladlarından asilik görən, hamısı öz valideynlərinə də asi olub, yox. Lakin o kəs ki, o asiliyi görüb övladını, qoy bir dənə keçmişdən qayıtsın. Əgər valideynlə qarşı belə olmayıbsa, onda bilsin ki, başqa şeylərə görədir. Yox, əgər sən o asiliyi, özündəki asiliyə görə olduğunu bilmirsənsə, sən düzəvəlkən tövbə eləməkdir. Valideynlər sağdırsa gedib halallıq almaqdır. Dünyalarını dəyişibsə, onlar üçün çoxlu bağışlama diləmək, onlar üçün dua eləməkdir. Mən demirəm, bütün asi övladlar, səbəb o valideynlərin də vaxtı ikən öz valideyn o asili. Xeyr, lakin səbəblərdən biri odur. Qoy bir keçmişi nəzər etsə ki, mənim övladım niyə belə oldu axı? Əgər valideynə qarşı asi varsa ki, deməli, o günahlarıma görəymiş. Valideynlərimə qarşı etdiyim pis davranışa görəymiş. Buyurun, doğrudur. Bu haqda bir hədis də yadıma düşdü. Bu əməlim dedi, həqiqətən maraqlı bir hədis var bu haqda. Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, iki şeyin cəzasını Allah təxirə salmaz. Onlardan biri əhlül-bağ idi, yəni yer üzündə fəsad törədənlər, yer üzündə fəsad törədənlərin Allah azza və cəllə bu dünyada cəzasını verir, ahirətdə də cəzasını saxlayır. İkinci də valideynin üzünə olmaq.
valideynin üzünə ağ olanların Allah Azza və Cəllə cəzasını axirətə saxlamaz. Bu dünyada da onlara cəza verər, axirətdə də cəza verər. Həqiqətən də görün, valideynə qarşı çıxmaq, onun üzünə ağ olmaq nə qədər böyük bir günahdırsa, Allah Azza və Cəllə onların bu dünyada günahını təxirə salmır, yəni axirətə saxlamır. Bu dünyada da günahını verir ki, digərlərinə ibrət olsun. Digərlərinə ibrət olsun ki, valideynin üzünə ağ olmaq nə qədər böyük. Olmaz ya, Allah-u Teala. Yəni şirkdən savayı, küfrdən savayı, asilikdən savayı başqa şeylərdə valideynə itaat eləməyə əmr edir. Bəli, sənə şirkə əmr eləsə, asiliyə əmr eləsə, itaat eləmə. Qalan şeydə sən itaat eləməlisən, tabi olmalısan. Sənə bir şey buyurdusa, qaçarıq eləməlisən. Bugün bəzi insanlarda var, yəni görərsən, öz avladlarımızda da görmüşük. Məsələn, buyurur ki, get filan şey al. Özü gedib deyir, o birisi qardaşın göndərir. Sənə deyir də. Sən bilsəydin, nə qədər burada böyük mükafat var. Ya lap uşaqlar böyüyüb, övladlar böyüyüblər deyək ki, birinin bir söz, o birisi üstünə atacaq, sən elə. Sənə deyirsə, qaçarıq eləməlisən. Vallahi, qaçarıq eləməlisən ki, atam, anam mənə bu işi buyurubsa, mən mütləq onu eləməliyəm. Onları himayə götürmək, onlara baxmaq, qağı göstərmək, sabah bəzi ailələr var, görürsən, insanlar var, ailə qurandan sonra atan yaddan çıxdı. Subhanallah, o günə qədər səni böyüdən atan olub. Ata olub, sən indi bugün evlənmirsən, ata-ananı tərk edirsən, baxmırsan, qayğı göstərmirsən. Hətta bu qanə bir... Olur, bu halda bəzi ailələrdə söhbət olur, deyən gəlin, qaynına münasibətləri həmcə mövzudur, aktual mövzudur. Hər bir halda, hətta ananda, atanda günah olsa da elə eləməlisən ki, onların könlünü xoş eləyəsən. Bilirəm, bəzən bir arada yaşamaq olmur, başa düşürük. Lakin, bu demək deyilsən, ata-ananı daima günahlandırmalısan, ata-anaya qayğı göstərməməlisən, uzaqla, hətta deyək ki, haqsızlıq ediblər. Sənə qarşı, sənin yoldaşına qarşı, lakin yenə də sən ata-ananı daima uzaq tutmalısan, daima. Mən demirəm, atanı ver onların ayağına, onları ver atanın ayağına, xeyr, lakin ata-ana dəyərləri, valideyn dəyərləri çox mühümdür. Sən elə eləməlisən ki, valideyn səndən inciməməlidir. Söz-söhbət var, başa düşdüm, bir müddət aralı qalırsan, ayrı yaşır, lakin qayğını göstərmək sənə nə mani olur ki? Bizdən gedib danışmaq, gedib ziyarət eləmək sənə nə mani olur ki? Niyə? Övladları aparmırsan ki, yoldaşım qoymur. Nənələri ilə görüşməli, babaları ilə görüşməlidirlər də. Bu qaynına gəli münasibətlər də bugün ibadət əhlinin içində də var. Subhanallah, adamın yəni narahat edən şeylərdən biri odur ki, sən din, iman nə olduğunu bilirsən, lakin belə səhvlərə yol verirsən. Bugün ibadət əhli arasında bu söz-söhbətlər var. Onun ki, insan çalışmalıdır, yəni orta yol tutmalıdır hər məsələdə. Elə etməlisən ki, valideynlər də səndən küsürü qalmaq. Deməsin ki, neçə il övlad böyütdüm, sonra ailə qurandan sonra məni tərk elədi, çıxdı, getdi. Sən onu vallahi belində daşıyıb tavaf eləsən də, ömür boyu haqqını verə bilməzsən. O bir nəfər gəlir İbn Ömərin yanına, deyir, ey İbn Ömər, deyir, mən deyir, valideynimi, yaxşı valideynidir. Belimdə daşıdım, tavaf elədim. Ömür elətdirib, tavaf eləyib. Deyir, haqqını verə bildim. Deyir, doğuş sancılarından birinin belə haqqını verə bilməmsən. Təsəvvür elə, doğuş sancılarından birinin belə haqqını verə bilməmsən, nə deyə bilərsən ki, mən hər şey eləmişəm valideynlərim üçün və s. Və kobudluq eləyənlər, üz çevirənlər, təhqir edənlər, vuranlar, söyən, öldürənlər, Allah akbar. Yəni sən bundan sonra sən hansı xeyri müvəffəq olmaqdan danışırsan? Dünya və axirət nemətlərini əldə etməkdən, xoşbəxtlikdən danışa bilməzsən. Ey valideynin üzü ağ olan insan, valideynə qayğı göstərməyən, valideyninə qarşı nankör övlad. Sən heç də xoşbəxt ola bilməzsən. Nə bu həyatda, nə də ki, qiyamət günü. Doğrudur. Allah bizi daima valideynlərimizə qarşı xeyirxah, qayğıkeş olan bəndələrdən, övladlardan eləsin. Allahın Həqiqətən, başqa bir hədisdə də var ki, bu hədislərə deyim, bitirirəm. Başqa bir hədisdə də var ki, Peyğəmbər sallallahu aleyhi və səlləm buyurur ki, 3 şəxs cənnətə daxil olmayacaq. Onlardan biri də valideynlərin üzünə ağ olmaq. Başqa bir hədisdə buyurur ki, 3 şəxs vardır ki, Allah onların üzünə baxmayacaq. Onlardan biri də valideynlərin üzünə ağ olmaqdır. Həqiqətən valideynin üzünə ağ olmaq, böyük xeyirlərdən məhrum olmaqdır və bədbaxt olmaqdır. Əslində, valideynlərə qayğı verməliyik. Çünki ana yeganə varlıqdır ki, şeytan onun qəlbində olan məhəbbəti sənə qarşı çevirə bilmir, əyə bilmir. Ananın məhəbbəti övlada qarşı əyilmir. Sevir daim onu. Atalar da qeyd edir. Bəli, atalar da, bəli. Atalar da qeyd edir. Biz də atayıq da. Ata da həqiqətən Peyğəmbər sallallahu əleyhi və səlləm cənnətin ortasıdır. Çox anana deyəsən, atalar qalacaq qərarda. Bəli. Hətta bəzi yazıçılardan var, oxumuşdum. Deyir, ata deyir,
soyuq qar kimidir deyir. O buğdanın üzərinə düşən soyuq qar kimidir. Soyuqdur, amma buğdanın inkişafında fəaliyyətlidir. Soyuq saxlayır, amma fəaliyyətlidir. Bizdən bəzən övladlarımız, uşaqlarımız valideynlərindən, yəni bizdən soyuqluq görərsə, yəni bu bizim xislətimizdir. Yəni bunu keçərlər bizə. Ana haqqında da bir şey deyim. Yəni belə bir şey var, deyir. Rəhm eləmək qüdrətindən pay veribdir Allah ona. O həyatın mənasıdır, özəyidir, qayəsidir. Ana Allah ayəsidir. Həqiqətən anaların qayğısına qalmaq lazımdır, valideynlərin qayğısına qalmaq lazımdır. Onların qayğısına qalmaqla biz xoşbəxt ola bilərik, müvəffəqiyyətdə ola bilərik və xeyrə çata bilərik. Bu qədər. Allah bizə faydalardan etsin. Amin. Allah bərəkət versin. Amin. Təşəkkür edirəm Vüqar. Sizə də əziz qardaşlar təşəkkür edirəm. Minnətdaram. Çox sağ olun. Təşəkkür edirsiniz. Faydan yayırsınız. Allah bərəkət versin. Cümə günü xatırlat günləri. Heç də bugün cümənin artıq son saatıdır, dua vaxtıdır. Valideynlərimiz üçün dua etməyi unutmayın. İndi kim sağdırsa Allah onları qorusun. Allah onları daima iman üzərində eləsin. İbadət edməyənlərə Allah hidayət versin. Amin ya Rəbb. Dünyasını dəyişənlərə də üzərimizə düşən Allahdan onlar üçün rəhmət diləmək, bağışlanma diləmək və insan valideyni ölürsə haqlar bitmir. Dua eləmək ki bitmir qardaşım. Dua elə. Onun adından sədəqə verə bilərsən, hətta adlarından, yəni onların əvəzi ümrə, həcc edə bilərsən. Vəsiyyətlərini yerinə yetirirsən, onların dostları ilə, yoldaşları ünsiyyət qura bilərsən, yada sala bilərsən ki, atamın dostu olub, anamın rəfiqəsi olub və s. Bu gözəl əməldir. Bir valideyndir, valideynlər, onların yoldaşları, dostları ilə belə gözəl dəvramı xatırlamaq. İbn Ömər görür bir nəfəri, deyir atamın dostu olub, ona qayğı göstərir. İbn Ömər bir yaşlı kişiyə qayğı göstərir, deyir ki, atamın dostuydu. Allah. Həqiqətən valideynlərə qayğı göstərmək, yəni müsəlmanların sifətidir. Hətta bir şey də yadıma düşdü, faydadır. Yox, Əbu Hüreyrə deyir, Əbu Hüreyrədən belə bir rivayət gəlir. Deyir ki, Əbu Hüreyrə anası ölənə qədər həcc etməyib. Anası ölənə qədər həcc etməyib. Soruşurlar, niyə? Deyir ki, anamın xidmətində olmaq üçün. Təsəvvür edirsiniz, bu adam anası ölənə qədər həqiqətən həcc eləməyib ki, anasının xidmətində olmaq üçün. Hətta cihad məsələsində bilirsiniz Vüqar müəllim. Cihada getməyə belə valideyndən icazə almazlar. Bu günlər bəziləri deyir, mən istirahat gedirəm, valideyndən icazə almır ya. Mən filan yerə gedib atam-anama deməliyəm. İslamda əmr olan cihadı getmək üçün atadan əmr almalısan. Subhanallah. Atadan icazə almalısan. Bu onlara sayğıdır. Bu onlara hörmətdir, bəli. Onlara təzim etməkdir. Valideynə təzim etməlisən, onların hörmətini qorumalısan. Bu qədər Vüqar müəllim. Allah razı olsun. Allah sizə bərəkət ver. Hər birinizə Allah Taala dualarımızı qəbul eləsin, ibadətlərimizi qəbul eləsin. Allah Taala qəbullərimizi birləşdirsin, daima xeyir üzərinə cəm eləsin, bərəkət üzərinə cəm eləsin. Allah Taala bütün izləyicilərimizə də rəhm eləsin, onları haqqa, xeyrə müvəffəq eləsin. Belə Allah razı olsun. Subhanakallahumma bihamdik əşhadu an la ilahe illə əntə əstəğfiruka və etûbu ileyk. Allah razı olsun. Çox sağ olun.